O qeyd edib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirir. Prezidentin sözlərinə görə belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır. İlham Əliyev xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasına üzvdür və 2024-cü ilin yanvarına qədər Milli Nümayəndə Heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib. Yeri gəlmişkən mən özüm o zaman Azərbaycan Nümayəndə Heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul edilmiş və 30 il ərzində kağız üzərində qalmış 4 qətnaməsini müstəqil şəkildə həyata keçirdik. Lakin bundan 4 ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi deyə İlham Əliyev bildirib.